Hər vaxtınız xeyir, əziz izləyicilərim. Təşəkkür edirəm məni dəstəklədiyiniz üçün, abunə olduğunuz üçün və çoxlu sayda yorum oxudum. Sizdən gələn kommentlər, yorumlar və sizə növbəti videomu təqdim edirəm. Yəni bu da mənim növbəti günümdür, yəni işə getdiyim gündür. Mən sizə öz işə gedəndə, yəni hansı yolla işə gedirəm, yəni bu yolu göstərmək istədim. Yəni necə hava olur burada, necə qar yağır. Bu səhər saat 8-dir. Saat 9-da işdə olmalıyam və artıq çıxdım. Sizi podiyezi göstərdim. Liftdən çıxışımı, çıxdım çölə. Çöldə çox gözəl hava var. Yəni bu gözəl havadır bizim üçün burada. Çünki əgər külək yoxdursa və belə qar yağırsa yavaş-yavaş o deməkdir ki, hava yaxşıdır. Yəni bizim üçün bu gözəl havadır. Yavaş-yavaş yolu gedirəm və yorumlarınıza, bir neçə yorumlara cavab vermək istəyirəm ki, sadəcə yəni yorumlarda yazanlar olubdur. Allah bütün millətimizi, Azərbaycanlılarımızı qorusun, qürbətdə olanlar bütün insanları qorusun. Çünki biz bura yaşamağa deyil, yəni orada bəziləri deyir ki, burada yaşamırıq, çürüyürük. O da düz söhbətdir. Çünki biz bura yaşamağa deyil, biz bura çörəyimizin dalınca gəlmişik. Yəni evimizə çörək gətirmək üçün, pul qazanmaq üçün gəlmişik. Yəni kef eləmək üçün deyil, dincəlmək üçün deyil. Sadəcə iş üçün gəlmişik ki, ailəmizə, evimizə çörək qazanmaq üçün, çörək pulu qazanmaq üçün, yəni. Təşəkkür edirəm, çoxlu sayda dəstəkləyən də oldu. Hamınıza çox dua edirəm. Yəni siz də çox sağ olun. Abunə olmusunuz. Burada sizə göstərmək istəyirəm ki, yəni nə qədər də soyuq olsa, artıq öyrəşmişik. Yəni əlcəksiz də gedirik. Bir neçə dəqiqə yəni əlcəksiz gedirik. Daha sonra əlcəyi taxmağa məcburiyyətində oluruq. Təbii ki. Və burada mən sizə göstərmək istəyirəm ki, yəni o qədər çox qar yağır ki, insanlar öz maşınlarını belə çıxarda bilmirlər. Yəni artıq bu maşınlar orada qalır. Yəni qış bitəndən sonra nə vaxt ki yay düşür, qar əriyir, ondan sonra maşınlar oradan çıxa biləcək. Yəni ona kimi mümkün deyil bu. Bizim Norilsk şəhərimizdə demək istəyirəm ki, yəni qış demək olar ki, bütün il boyu olur qar. Sadəcə 1-2 ay yay olur, yay görürük. O da iyul ayıdır. Buraya qədər çəkdiyim növbəti vloqumu gözləyin. Əgər maraqlıdırsa kommentlərinizi gözləyirəm. Təşəkkür edirəm izlədiyiniz üçün.